Salam dostlar, bugün sizlerle birlikte Brawl Stars'ta olan yeni bir gizemi deyəcəm. Godzilla etkinliği geri dönüş. İnanmıyorsunuzsa ustaya bakın. 2 dakika gözleyin dostlar, bir tane bu sesleri bağlayayım. Civda oyna. Gir. Dostlar, Godzilla etkinliğinin ipucusu geldi. Hem ustaya bakın. Size buradan... Dostlar, indi bugün koltuğun burada ustalığı var. Bronz 2'dədir. Burada koltuğun bronzunun arkasına bakın. Sol taraf. Bronzunun arkası tarafı. Ne var? Orada bir tane ayak var. İndi size yaxşı başa düşün diye. Bakın dostlar. Sol tarafta ayakları çıkmış yumurta var. Bu ne anlama gelir? Ya yumurta bir şey gelecek ya da Godzilla etkinliği gelecek. Godzilla etkinliğinin gelme sebebi çoxludur. Hem indi size gösterdiğim yumurta var. Hem de Mega Kumbaranı bilirsiniz. Geçen dəfə Godzilla etkinliği olanda Mega Kumbara etkinliğiydi. Mega Kumbaranın ustaya baxan, orada deyir ki, əgər Mega Kumbaranın sayını neçə gün sonra gələcəyini göstərmirsə, kulüp etkinliği gələcək. Bu da Godzilla kulüp etkinliği ola bilər. Bəlkə bu da bir ipucudur. Tekrar öldüm. Neyse. Size göstermeydi bu yumurtanı. Amacım. Şimdi göbeğe bakın. Dostlar. Bakın. Arka tarafta. Bronzunun arkasında ayak var. Siz de öz hesabınızdan. Bir tane de deşiyi dostlar. Ben burada size göstereyim. Onu testimi almışım. Ama maalesef bende tester yoktu. Dostlar, bir tane buradan kostümünü değişebilirim. Belə. Elə bilirdim mən testerdə verəcəklər bunda. Amma vermədilər. Tester yaşar güçlü karakterdir əslində. Tester almama mənim elə neçə günlər var. Bura gəlməliyəm. Bu testeri açacağım. İndi bəlkə bu da Kenji oldu. Kenji'ni açdım, bilməm. İndi dostlar, baxın, bir də sizə göstərəcəm. Baxın dostlar, sol tərəfdə. Sol tarafta. Orada yumurta var, ayağı çıxıb. Supercell bunu çox açığa qoyub. Həqiqətən oyuncuların bilməsi çox asandır da. Niyə elə eləyib bilmirəm. Test hesabına da bir dənə profil simgəsi qoymuşdum. Profil simgəsi. O profil simgesinde Godzilla'nın ayak izi var idi. Dostlar, deyim size, usta da çok vaxt onu deyir. Siz ona baxmırsınızsa mən sizə deyim. Əgər Supercell bir mod gətirəcəksə, onun profil şəklini qoyur. Ondan sonra gətirir. Məsələn, azıcık yılı gəlmədən əvvəl pizza planeti gəlmədən əvvəldə o da pizza ilə əşyalarını sağlırdı. Test hesabına şey koymuşdu. Pizza profil simgəsi. Godzilla etkinliği gələndə, Sungaibo etkinliği gələndə də Sungaibo profil simgəsi və Godzilla profil simgəsi koymuşdu. İndi də Godzilla profil simgəsini koyub. Koltuğun gücü dostlar. İndi. Dostlar, bu size dedim bu sirri. Siz eğer Brawl Stars oynadığınız dostlarınız varsa onlara da bu videonu paylaşıp diyebilirsiniz. Eğer tanıdığınız dostunuz varsa o benim koyduğum videoları onlarla paylaşın.
Bir də ki, kanalımıza abunə olub like atmayı, yıldızdan çıxartmayın. Həqiqətən abunə gəlmir. 60'da qaldıq, düvəndik. Ətrafımı sarmayın. Gəlmə. Çox severdim. İkisi %1 milyon dost olub. Dost olublar, Meeple'ın oyunu saldı. 7 kupa gəldi. Buradan görevlərimiz də tamamlanır. Dostlar, sizə maraqsız gəlir eləmi buranı kasmaq. Mən də istəməyəm buranı kasmaq, amma bu efsanəvi qutuya görə hər şey eləyirəm daha. Bax, bu efsanəvi. Dostlar, videomuz bu qədər idi. Bu sırrı da sizə dedim. Dostlarınızla paylaşa bilərsiniz. Kanalımıza abunə olub like atmayı, yıldızdan çıxartmayın. Sağ olun, görüşərik.